Hər birinizi salamlayıram. Mən Hafiz Zəfərzadə. Bu günləri biz nəhayət ki gözlədiyimiz IPMI ISP 4 üzrə sertifikatlarımızı aldıq. Bunun üçün biz IPMI.az layihə düşüncə məktəbinə təşəkkürümüzü bildiririk. Biz burada müxtəlif kompetensiyalar üzrə bacarıqlar əldə elədik və bu bacarıqları öz işimizdə və layihələrdə hansı formada istifadə edə bilərik, onların belə deyək, sirlərini öyrəndik. Mən düşünürəm ki, layihə düşüncə məktəbi layihə düşüncəsini və layihənin idarə olunma formalarını cəmiyyətə aşılayır və bu institut rolunu oynayır hətta. Və mənim də bura gəlməkdə əsas məqsədlərimdən biri çalışdığım layihələrdə və qurumlarda bu kompetensiyalardan istifadə etməkdir. Və çalışdığım layihələrdə və hal-hazırda çalışdığım dövlət sektorunda bu kompetensiyalardan istifadə düşünürəm ki, daha mənim inkişafıma səbəb olacaq və ən azından özümə və gələcək bu layihənin iştirakçıları üçün bu kursun iştirakçılarına tövsiyəm bundan ibarətdir ki, onlar burada layihə düşüncəsini alacaqlar və ən azından işlərində bir vizyon sahibi olacaqlar. Və mənim üçün də əlamətdar bir hadisə oldu ki, baxmayaraq ki, mən bura bir tələbə olaraq bir layihə meneceri olmaq üçün, təsdiqlənmək üçün, öz biliklərimi sertifikatlaşdırmaq üçün gəlmişdimsə və burada şərait yaradıldı ki, öyrən yaz, müdafiə et proqramında təlimçi olaraq da başladım. Əslində bu da bizə yaradılan şəraiti və institutun həm gənclərə, həm də layihə menecerinə açdığı bir yoldur. Mən düşünürəm ki, layihə düşüncə məktəbi təkcə təlimlərdən ibarət deyil. Burada həm gələcək perspektivlər var, həm burada bizim kommunikasiya şəbəkəmiz genişlənir və biz burada daha çox imkanlar əldə edirik. Mən bura həm gələcək imkanlar kimi gələcək iştirakçılara da tövsiyəm ondan ibarətdir ki, özlərini layihə meneceri kimi görmək istəyirlərsə, özlərini təsdiqləmə eləmək istəyirlərsə, sertifikatlaşdırmaq istəyirlərsə bilikləri PMA.az-a müraciət eləsinlər və öz gələcəkləri ilə və gələcək imkanları ilə tanış olsunlar. Sağ olun, hər birinizə təşəkkürümü bildirirəm.